Salam dəyərli şagirdlər, bu gün biz 8-ci sinif kimya dərsliyində 3.4 və 3.5 mövzularının başlığı altındakı sualların izahına birgə baxacağıq. Əvvəlcə 3.4-dəki suallara baxaq. Maddələr arasında hansı tip reaksiya baş verər? Baş verən reaksiyanın tənliklərini tərtib edin və əmsallaşdırın. Bizə birinci verib maqnezium və alüminium xlorid arasında olan reaksiya. Reaksiya nəticəsində alınacaq maqnezium xlor 2, üzərinə gəlinsin alüminium. Bu reaksiya nə reaksiyasıdır uşaqlar? Əvəz etmə reaksiyasıdır. Əvəz etmə reaksiyasının olmasının səbəbi nə idi? Biz bilirdik ki, element və kimyəvi birləşmə arasında element atomlarının kimyəvi birləşmənin atomlarından birini əvəz etməsi ilə gedən reaksiyalara əvəz etmə reaksiyası deyilirdi. İndi bizdən reaksiya tənliyini əmsallaşdırmamızı istəyir. Görürəm, burada 3 xlor var, burada 2 xlor var. Əkovu tapsam olar 6. Buna görə alüminium xloritin qabağına 2 yazıram. 6 xlor oldu. Maqnezium xloritin qabağına 3 yazıram. 6 xlor tamamlayıram. Daha sonra maqneziuma baxsam, görürəm sağ tərəfdə 3 maqnezium var, sol tərəfdə də maqnezium qabağına 3 yazıram. Alüminiumlarda isə sol tərəfdə 2 alüminium var, sağ tərəfdə də alüminium qabağına 2-ni yazaraq reaksiya tənliyini əmsallaşdırmış oluruq. B variantına baxaq. Bizə verib kalsium hidroksid, kalsium OH2 və alüminium xlorid arasında olan reaksiya. Alüminium xlorid. Reaksiya nəticəsində alınacaq kalsium xlor 2, üzərinə gəlinsin alüminium OH3. Alüminium OH3. İndi bu reaksiyanın mübadilə reaksiyası olacaq. Mübadilə reaksiyasıdır. Səbəbi nə idi uşaqlar? İki kimyəvi birləşmə arasında onların tərkib hissələrinin mübadiləsi ilə gedən reaksiyaya mübadilə reaksiyası deyilirdi. Yəni, 2 dənə kimyəvi birləşmə reaksiyaya daxil olubsa, bu olacaq mübadilə reaksiyası. Reaksiya tənliyini əmsallaşdırsam yenə, burada görürəm 3 xlor var, burada 2 xlor var. Əkov olacaq 6. 2 alüminium xloritin qabağına gətirdim, 2-ni yazdım, oldu 6 xlor. Kalsium xloritin qabağına 3-ü yazdım, oldu 6 xlor. Daha sonra kalsiumlara baxsam, sağ tərəfdə 3 kalsium varsa, sol tərəfdə də kalsium qabağına 3 yazacam. Alüminiumlara baxsam, sol tərəfdə 2 alüminium varsa, alüminium OH3-ün qabağına 2-ni yazacam və reaksiya tənliyini də əmsallaşdırmış olacam. Daha sonra öyrəndilərinizi yoxlayına baxaq. Hansı reaksiyalarda yalnız bir mürəkkəb maddə alınır? Hansı reaksiyadır uşaqlar? Birləşmə reaksiyalarında. 2 və yaxud da daha çox maddədən bir maddənin alınması ilə gedən reaksiyalara birləşmə reaksiyası deyilirdi. Ona görə olacaq A variantı. İkinci suala baxaq. Uyğunluğu müəyyən edin. Gəlin müəyyən eləyək. Biz birinizdə nə görürük uşaqlar? Birləşmə reaksiyası görürük. Buna görə də 1, 2, 3, 4 yazdım. 2-yə A-nı yazacağıq. Daha sonra ikincidə biz nə görürük? Baxın. Bir bəsitdir, bir mürəkkəbdir. Əvəz eləmə reaksiyası baş verəcəkdir. Buna görə birinciyə yazdım B. Əvəz etmə reaksiyasında nə idi? Elementlə kimyəvi birləşmə arasında element atomu kimyəvi birləşmənin atomunun hansısa birini əvəz eləyirdisə, buna əvəz etmə reaksiyası deyilirdi. Daha sonra bu parçalanma reaksiyası olacaq. 4-cüyə yazdım C variantı. Parçalanma reaksiyası nə idi? Bir maddədən 2 və yaxud da daha çox bir maddənin alınmasına parçalanma reaksiyası deyilirdi. Ondan sonra isə 3-cü üçün də yazsaq, görürük ki, mübadilə reaksiyası olacaq. Mübadilə reaksiyasında isə iki kimyəvi birləşmə arasında onun tərkib hissələrinin dəyişməsi ilə gedən reaksiya idi, mübadilə reaksiyası deyilirdi. Üçüncüyə baxaq. Reaksiya tənliklərini dəftərinizə köçürün və növünü yazın. Gəlin bunu da yazaq. Birinci, artıq uzatmaq istəmirəm uşaqlar. Birinci nədir? Görürük ki, birləşmə reaksiyasıdır. A-ya yazdım birləşmə. B-də baxaq, baxın. Bəsit və mürəkkəb maddə arasında gedibdir. Element və kimyəvi birləşmə arasında gedirsə əvəz etmə reaksiyası olacaq. Bura yazdım birləşmə. Bura yazdım əvəz etmə. Üçüncüdə neyinibdir? 2 dənə, baxın 2 kimyəvi birləşmə arasında gedibdir. Buna görə də olacaq mübadilə reaksiyası. Mübadilə reaksiyası. Ondan sonra D-də isə bir mürəkkəb maddə parçalanıbdır. Parçalanma nəticəsində 2 və yaxud da daha çox maddə alınıbdır. Parçalanma reaksiyası olacaq. Sonuncuda isə 2 kimyəvi, yəni 2 və yaxud da daha çox maddə birləşir və yeni bir maddə əmələ gətirirsə, bu isə birləşmə reaksiyası olacaq. Sonuncu da oldu birləşmə reaksiyası. 3.5-ə də baxaq uşaqlar.
3.5-ə də baxaq. Kalsium hidroksid karbon qazı ilə reaksiyasından kalsium karbonat alındığını bilirsiniz. Sizcə kalsium hidroksidin suda məhlulundan karbon qazı keçirdikdə baş verən reaksiya homogendir yoxsa heterogendir? Uşaqlar, kalsium hidroksidin suda məhlulu deyirsə, kalsium OH2 yazıram, məhluldur. Karbon qazı isə nədir uşaqlar? Qazdır. Yəni, maye ilə qaz arasında reaksiya nəticəsində də alınır kalsium karbonat. İstəyirsiniz onu da yazın. Kalsium karbonat üzərinə gəlsin su. İndi bizdən homogen yoxsa heterogen olmağını soruşur uşaqlar. Maye ilə qaz fazı arasında gedibsə, bu reaksiya nədir? Fazalar müxtəlifdir. Fazalar müxtəlif olduğuna görə bu reaksiya bizdə heterogen olacaq. Heterogen. Homogen və heterogen reaksiyalar üçün Euler-Venn diaqramını tərtib edin. Bu reaksiyaların ortaq və fərqli cəhətlərini müəyyən edin. Gəlin müəyyən edək uşaqlar. Homogen bir heterogen reaksiya deyirsə, homogen reaksiyalar nə idi? Reaksiyaya daxil olan maddələr bir fazada baş verirdi. Yəni tutaq ki, qaz fazasında, maye fazasında baş verirdi və homogen reaksiyaların fazalar sərhədi yox idi. Reaksiyalar fazanın bütün həcmində baş verirdi. Heterogen reaksiyalar isə homogen reaksiyalardan fərqli olaraq reaksiyaya daxil olan maddələr müxtəlif fazalarda yerləşirdi. Fazalar sərhədi var idi. Daha çox heterogen reaksiya homogen reaksiyadan fərqlənərək daha çox çöküntü və yaxud da qazın ayrılması ilə müşahidə olunur deyə onun digər bir fərqi də budur. Oxşar cəhətlərini isə biz uşaqlar bunu qeyd edə bilərik ki, homogen reaksiyada, heterogen reaksiyada hər ikisi zaten kimyəvi reaksiyalardır. Hər ikisində reaksiyanın sürəti elə bir ki, xarici amillərdən asılı ola bilir. Məsələn, temperatur təsir edirəm. Temperatur təsir elədikdə, temperaturu artırdıqca sürət artacaq. Yəni, homogen reaksiyada, heterogen reaksiyada xarici amillərdən asılı olur. Həmçinin homogen reaksiya üçündə, heterogen reaksiya üçündə biz katalizatorlardan istifadə edə bilirik ki, təbii ki, bu katalizatorların tipi də fərqli ola bilər. Bu da bunların oxşar cəhəti oldu. Öyrəndiklərinizi yoxlayına baxaq. Homogen və heterogen reaksiyalar nədir? Hər birinə nümunə göstərin. Reaksiyaya daxil olan maddələr bir fazada olduqda baş verən reaksiyalara biz homogen reaksiya deyilirdik. 2 və yaxud da daha çox fazada olduqda isə heterogen reaksiyalar deyildik. Məsələn, homogen reaksiya misal olaraq uşaqlar, baxın. N2 qazdır. H2 ilə reaksiyaya daxil olur, qazdır. Alınır NH3. Azotla hidrogen qarşılıq təsirində amoniakın alınmağı. Daha sonra H2, məsələn, hidrogen üzərinə gəlinsin. Xlor 2 qazdır. Reaksiyaya daxil oldu, alındı H-xlor. Bunlara homogen reaksiya misal göstərmək olar. Heterogen reaksiyalarda isə, baxın, misal göstərirəm. Mis bərk haldadır. Oksigen qaz halındadır. Alınacaq. Mis O, yəni heterogen olacaq. Heterogen nə idi uşaqlar? Bərk maddələr idi. Maye və yaxud da qaz halında olan maddələrin bir-birlə reaksiyası idi. Məsələn, baxın, bu bərkdir. Bu da qaz olduğuna görə heterogen reaksiya olacaq. İkinciyə baxaq. Uyğunluğu müəyyən edin. Homogen və heterogen reaksiyanı deyir. Uşaqlar, qaz olduğu üçün homogen olacaq. Biraz da belə edeyim, görünsün. A. Daha sonra bərkdir, qazdır. Fazalar müxtəlif olduğu üçün heterogen olacaq. B variantı. B variantını buraya yazdım. Burada məhluldur. Eyni fazada olduğu üçün homogen olacaq. Bərkdir, məhluldur. Müxtəlif fazada olduğu üçün isə heterogen olacaq. Hansı reaksiyalar fazalar sərhədində baş verir? Fazalar sərhədində baş verməsi nə deməkdir uşaqlar? Yəni, heterogen reaksiyalara aid etmək olar ki, heterogen reaksiyalarda nə idi? Fazalar sərhədi var idi. İndi baxsaq, alüminium xlorid ilə alüminiumun xlorid turşusu ilə reaksiyası. Alüminium bərk haldadır. Xlorid turşusu ilə reaksiyası uşaqlar H-xlordur. H-xlor isə nədir? Maye haldadır. Bu nədir? Heterogen reaksiya olacaq. Bunu işarələdik. İkincidə alüminium xlorid və natrium hidroksid məhlulları arasında. Hər ikisi məhluldur uşaqlar. Baxın, alüminium xlorid məhlul, bir də natrium hidroksid OH məhlul. Deməli, bu nə olacaq? Homogen reaksiya olacaq. Üçüncüdə isə bizə nə veribdir? Alüminium yanması. Alüminium bərk haldadır. Yandıqda, yəni oksigenlə reaksiyaya daxil olur, qaz haldadır. Bərk ilə qaz isə deməli nə olacaq uşaqlar? Heterogen reaksiya olacaq. Buna görə bizim doğru cavabımız olur 1 və 3. İzahımız bu qədər idi uşaqlar. Ümid edirəm izahım aydın oldu sizə. Kanala dəstək olmaq üçün abunə olub rəy yazmağı,
fikrinizi bildirməyi, videonu bəyənməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.